şair. Eşq olsun. Özü susub, sözü danışan şair. Doğrusu, Gülnarə xanım mənə dəvətnaməni göndərəndə məxsusi göndərmə deməkdir ki, istəyirik ki, mütləq iştirak edəsiniz. Onda elə kompüter qabağındaydım, internetdə istədim ki, qardaşımın şeirlərini təzədən oxuyum, bir də oxuyum, təzəliyim özümü. Təsvir edilmiş şeirlər çox deyil, çox deyil. Hətta Wikipedia'da da bir şey tapa bilmədim. Amma çox maraqlı bir müsahibə oxudum, doğrusu çox duyğulandım. Həm yaradıcılığı ilə tanış oldum, bir daha tanış oldum. Həm də indiki durumu ilə bağlı olan məsələləri oxudum və istər-istəməz böyük İspan şairi Federico Garcia Lorca'nın uzun illər bundan qalıb. Bəlkə də 84-cü ildə deyirdilər, elə o vaxt tərcümə edildi şeiri, balaca şeiri düşdü. O mənada düşdü ki, elə bir həmən müsahibənin ovqatına uyğun gələnidir. Şeirin məzunu belədir ki, biraz fərqli şeirdir. O deyir, zamanın bulanıq suları duruldu, səhra qaldı. Yüreğin arzular bulağını qurudu, səhra qaldı. Əridi yığınlar, öpüşlər bitdi, səhra qaldı. Hər şey sustu, tükəndi, bitdi, səhra qaldı. Və onda ağlıma gələn ilk söz bu oldu ki, Məhəmməd İlqarın yaddaş problemi elə dünyanın yaddaş probleminin kiçik modelidir. Dünyanın yaddaş probleminin kiçik modelidir. Gözəl tədbir idi, gözəl tədbir idi. Mənə xoş gələn məqamlar nədən ibarətidir? Özünün bir gileyi var. Gileyi məruzədə bir daha eşitdim. Yəni bu taliyə ilə bağlı giley. Və ürəyimdə fikirləşdim ki, bu giley bəlkə də yerinə düşmür. Şair gileydi də. Hansı şairin də bilmirəm. Rus şairinin sözü yadıma düşdü. Bu məqamda sözü yadıma düşdü ki, şairin karyerası olmur, şairin taliyi olur. Məhəmməd qardaşım, sən xoşbəxt taliyeli bir şairsən. O mənada ki, Allah Teala sənə o boyda gözəl istedad verib. Sözlə oynamaq, sözü cilalamaq qabiliyyəti verib. Və bütün dünyanın yaddaşından nələr pozulsa da məni duyğulandıran bir məqamda oldu. Eldar müəllimlə biraz söhbət elədik. Yaşım bu vaxtım var. Eldar müəllim sizin bir neçə şeirinizi əzbər dedi. Və ikimiz söhbət edəndə dedi ki, bəlkə yaradıcılığının 80%'ni əzbərləyir. İlham müəllim onun şeirini necə gözəl əzbər dedi. Bu şair üçün böyük xoşbəxtlikdir. Ən böyük qəhrəmanlıq, ən böyük qəhrəmanlıq elə bu taliyin sahibi olmaqdır. Ən böyük qəhrəmanlıq da elə 75 yaşı bu sevgi ilə, bu məhəbbətlə başa vura bilməkdir. Təbrik edirəm, uzun ömür, can sağlığı.